Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme accil li veliyyikəl fərəc. Gəldik, yetişdik 3-cü dərsə. Bu dərsdə 32 hərfin hamısı tamamlanır. Növbəti dərsdən kitabın öz səhifələrindən dərsi tədris edəcəyik inşallah. Növbəti hərf fars dilindəğeyn hərfidir. Bu hərf ğ səsini ifadə edir və yazıda hər iki tərəfə birləşə bilir və 4 qrafik şəkli vardır. Eynilə eyn hərfi kimi. Cədvəldə sözün müxtəlif yerlərində necə yazıldığını görürsüz. Sözün əvvəlində, ortasında, sonunda və tənhalıqda. Misallara diqqət edək. Qələt, yanlış, səhv mənasında. Məğz, beyin mənasında. Tiğ, ülgüc mənasında. Qələt, məğz, tiğ. 23-cü hərf F hərfidir. Bu hərf F səsini ifadə edir. Həm özündən əvvəl, həm də sonra gələn hərflərlə bitişi yazıla bilir. 2 qrafik şəkildə yazılır. Cədvəldə sözün əvvəli, ortası, sonu və ayrılıqda necə yazıldığını görürsüz. Misallara diqqət edək. Fərman, sükan mənasında. Kəftar, kaftar mənasında. Kif, çanta mənasında. Fərman, kəftar, kif. Növbəti hərfimiz qaf hərfidir. Bu hərf q səsini ifadə edir. Həm özündən əvvəl, həm də sonra gələn hərflərlə bitişi yazıla bilir. Bu hərfin də 2 qrafik şəkli vardır. Cədvəldə sözün əvvəlində, ortasında, sonunda, həmçinin tənhalıqda necə yazıldığını görürsüz. Misallara diqqət edək. Qəbr, qəbir mənasında. Fəqir, yoxsul, kasıb mənasında. Qayiq, qayıq mənasında. Qəbr, fəqir, qayiq. 25-ci hərf kaf hərfidir. Kaf hərfi həm özündən əvvəlki, həm də özündən sonraki hərflərlə bitişi yazıla bilir. 2 qrafik şəkildə yazılır. Cədvəldə sözün əvvəlində, ortasında, sonunda və tənhalıqda necə yazıldığını görürsüz. İfadə etdiyi səslərə gəldikdə isə bu hərf k və k səslərini ifadə edir. Əgər bu hərf söz tərkibində a, u, o saitlərindən və o-u diftonqundan əvvəl gələrsə, k səsini ifadə edir. Misallara baxaq. Kase, kasa mənasında. Burada a səsindən əvvəl gəlib kaf hərfi. Kuse, köpək balığı mənasındadır. Burada u səsindən əvvəl gəlib və k səsi ifadə eləyir. Kolah, papaq mənasındadır. Burada da o saitindən əvvəl işlənib. Kase, kuse, kolah. Növbəti misal Kovhan kəlməsidir. Kovhan hürgüc mənasındadır. Dəvənin belindəki o dik yerə deyirlər. Kovhan. Burada da kaf hərfi o-u diftonqundan əvvəl gəldiyi üçün k səsi ifadə edir. Digər saitlərdən əvvəldə gəldikdə isə kaf hərfi k səsini ifadə edir. Misallara baxaq. Kədu, balqabaq mənasındadır. Burada ə saitindən əvvəl gəldi. Kerm, qurd mənasındadır. Yəni uzun, yumşaq bədənli, ayaqsız heyvanlara aiddir bu söz. Kerm kəlməsi. Burada da e saitindən əvvəl işlənib. Kivi, kivi mənasındadır. Kədu, kerm, kivi. 26-cı hərf qaf hərfidir. Qaf hərfi həm özündən əvvəlki, həm də özündən sonraki hərflərlə bitişi yazıla bilir. 2 qrafik şəkildə yazılır bu hərf. Cədvəldə sözün əvvəlində, ortasında, sonunda və tənhalıqda necə yazıldığını görürsüz. Bu hərf q və g səslərini ifadə edir. Birinci, əgər söz tərkibində a, u, o saitlərindən və o-u diftonqundan əvvəl gələrsə, bu hərf q səsini ifadə edir. Misallara diqqət edək.
Qav inək mənasındadır. Burada A saitindən əvvəl gəldi. Quşi mobil telefon mənasındadır. Burada U saitindən əvvəl gəldi. Qorbə pişik mənasındadır və burada O saitindən əvvəl işlənib. Qav, quşi, qorbə. Növbəti misal qovdal kəlməsidir. Qovdal çuxur, çala mənasındadır. Burada da OU diftonqundan əvvəl gəldiyi üçün bu hərf Q səsini ifadə elədi. Digər saitlərdən əvvəl gəldikdə isə G səsini ifadə edir. Misallara baxaq. Gərm, isti mənasındadır. Burada Ə saitindən əvvəl işlənib. Gerd, dairəvi, yumru, yuvarlaq mənasındadır. Burada da E saitindən əvvəl gəlib. Girə, sancaq mənasındadır. Burada İ saitindən əvvəl gəlib. Gərm, gerd, girə. 27-ci hərf lam hərfidir. Bu hərf L səsini ifadə edir. Həm özündən əvvəl, həm də sonra gələn hərflərlə bitişik yazıla bilir. İki qrafik şəkli vardı lam hərfinin. Cədvəldə sözün əvvəlində, ortasında, sonunda, həmçinin tənhalıqda necə yazıldığını görürsünüz. Misallara baxaq. Ləhaf, yorğan mənasında. Kərbəla, Kərbəla mənasında. Pol, körpü mənasındadır. Ləhaf, Kərbəla, pol. Növbəti hərf mim hərfidir. Bu hərf M səsini ifadə edir. Özündən əvvələ də, sonraya da bitişik yazıla bilir. İki qrafik şəkildə yazılır mim hərfi. Cədvəldə sözün əvvəli, ortası, sonu və tənhalıqda necə yazıldığını görürsünüz. Misallara baxaq. Məlus, sevimli mənasındadır. Nəmək, duz mənasındadır. Çeşm, göz mənasındadır. Məlus, nəmək, çeşm. 29-cu hərf nun hərfidir. Bu hərf N səsini ifadə edir. Həm özündən əvvəl, həm də sonra gələn hərflərlə bitişik yazıla bilir. İki qrafik şəkli vardı. Cədvəldə sözün əvvəli, ortası, sonu və tənhalıqda necə yazıldığını görürsünüz. Misallara baxaq. Nəmaz, namaz mənasında. Gəndom, buğda mənasında. Cin, cin mənasındadır. Nəmaz, gəndom, cin. 30-cu hərf vav hərfidir. Bu hərf yalnız özündən əvvəlki hərflərlə bitişik yazılır və özündən sonraya bitişmir. Cədvəldə sözün müxtəlif yerlərində necə yazıldığını görürsünüz. Əvvəldə, ortada, sonda və tənhalıqda. Hərfin bir qrafik şəkli vardı. İfadə etdiyi səslər isə belədir. Birinci, V səsini bildirir. Sözün əvvəlində bu hərf həmişə V səsi ifadə edir. Sözün ortasında və sonunda da V səsi ifadə edə bilir. Amma sözün orta və sonunda həmişə yox, bəzən V səsi ifadə edir. Misallara baxaq. Vərziş, idman mənasında. Qəvi, güclü mənasında. Nav, hərbi gəmi mənasındadır. Vərziş, qəvi, nav. Birinci kəlmədə sözün əvvəlində, ikinci kəlmədə sözün ortasında, üçüncü kəlmədə isə sözün sonunda V səsi ifadə elədi. İkinci, U səsini ifadə edir. Bu da sözün ortasında və sonunda ola bilir. Misallara baxaq. Dur, uzaq mənasında. Mu, saç və yaxud tük mənasında. Dur, mu. Burada da sözün ortasında və sonunda U səsi ifadə elədi. Bəzi hallarda sözün ortasında və sonunda qısa O səsi ifadə edir bu hərf. Misallara baxaq. Xordən, yemək mənasındadır, məstərdir, feildir. Do, 2 rəqəminə deyirlər. Xordən, do. Burada da sözün ortasında və sonunda qısa O səsi ifadə elədi. Bəzən bu hərf OU diftonqu kimi səslənir. Misallara baxaq. Sout, səs və səda mənasında. No, yeni və təzə mənasında. Burada sözün ortasında və sonunda OU diftonqu kimi səsləndi. Qeyd edək ki, sözün əvvəlində gələn U səsi əlif və vav
hərfinin yanaşı yazılması ilə ifadə olunur. Yəni əlif hərfindən sonra vav hərfini gətirməklə biz sözün əvvəlində u səsi ifadə edirik. Misallara baxaq. Uqanda Afrika ölkələrindən birinin adıdır Uqanda və burada əlif və vav yanaşı yazılmaqla sözün əvvəlində u səsi ifadə elədi. Növbəti qeydimiz vav hərfi barədə budur ki, bir qrup fars mənşəli sözlərdə x hərfindən sonra vav hərfi, yəni vav-i mə'dulə gəldikdə vav hərfi oxunmur. Bunu daha çox x, vav və əlif hərfi sözdə ardıcıl şəkildə yazıldıqda müşahidə etmək olar ki, bu zaman vav hərfi oxunmayacaq. Misallara baxaq. Xahər bacı mənasında, burada vav hərfi oxunmadı. Xab yuxu mənasındadır. Burada da vav hərfin oxumadıq. Xahər, xab. 31-ci hərf h hərfidir. Bu hərfin yazılış forması sözdəki mövqeyinə görə dəyişir və hər iki tərəfə bitişik yazıla bilir. 4 qrafik şəkli vardır bu hərfin. Cədvəldə sözün müxtəlif yerlərində necə yazıldığını görürsüz. Əvvəldə, ortada, sonda və tənhalıqda. Bu hərf h və e səslərini ifadə edir. Birinci, sözün əvvəl və ortasında gəldikdə h səsini ifadə edir. Həmçinin bəzi sözlərin sonunda da h səsini ifadə edə bilir. Misallara baxaq. Hizom odun mənasında, ahu ceyran mənasında, mah ay mənasındadır. Bu sözlərdə h hərfi h səsini ifadə elədi. Həmçinin növbəti misalımız beh kəlməsidir. Beh heyvan mənasındadır və bu kəlmədə də h səsini ifadə edir. Bəzi sözlərin sonunda isə e səsi ifadə edir bu hərf. Misallara baxaq. Xanə ev mənasında, pəncərə pəncərə mənasındadır. Xanə və pəncərə. Sual oluna bilər ki, niyə mah və beh, həmçinin xanə və pəncərə sözlərində x və e səsləri fərqli yazıldı? Qeyd edək ki, bu hərf sözün sonunda gəldikdə özündən əvvəlki hərfin sonraya birləşmiş qabiliyyəti olarsa, xanə və beh sözündəki kimi yazılır. Yox, əgər əvvəlki hərfin sonraya birləşmək qabiliyyəti olmasa, sözün sonunda mah və pəncərə sözlərindəki kimi yazılır. Növbəti hərf y hərfidir. 32-ci hərf və sonuncu hərf. Bu hərf həm özündən əvvəl gələn, həm də özündən sonraki hərflərlə bitişik yazıla bilir. 2 qrafik şəkli vardı bu hərfin. Cədvəldə sözün müxtəlif yerlərində necə yazıldığını görürsüz. Sözün əvvəlində, ortasında, sonunda və ayrılıqda. Bu hərf 2 səs ifadə edir, y və i səslərini. Sözün əvvəlində həmişə y səsi ifadə edir, sözün ortası və sonunda da y səsi ifadə edə bilir. Misallara baxaq. Yəx buz mənasında, eynək eynək mənasında, dey kəlməsi hicri şəmsi təqvimi ilə 10-cu aydır. Yəni İran aylarının 10-cu ayıdır dey. Yəx, eynək, dey. Və həmçinin i səsini ifadə edir bu hərf. Bu da sözün ortasında və sonunda ola bilər. Misallara baxaq. Sir sarımsaq mənasında, taksi taksi mənasındadır. Sir kəlməsində sözün ortasında, taksi kəlməsində də sözün sonunda i səsi ifadə etdi. Sir, taksi. Qeyd edək ki, sözün əvvəlində gələn i səsini isə əlif və y hərfini yanaşı yazmaqla ifadə edirlər. Misala baxaq. İran, İran ölkə adıdır. İran. Növbəti qeydimiz budur ki, bəzi ərəb mənşəli sözlərin sonunda y hərfi a səsi ifadə edir. Misallara baxaq. Musa adam adıdır və burada y hərfi a səsi ifadə elədi. Bugünkü dərsimiz də bu qədər və axiru dəvana enelhamdülillahi rabbil aləmin.